Salam uşaqlar, bugün cimlə işləyirik və deməli bizim testi по tekstu 11-ci sinifə aid, yəni oxu var burada, образцы tekstов, yəni mətni işləmək bilirəm sizə çətinlik biraz gətirir və gəlin bir neçə mətnləri işləyək. Videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Mətndən başlayaq. Gəlin mətni mən oxuyun və tərcümə edim ki, gərək mətni uşaqlar başa düşək ki, söhbət nədən gedir. Çünki əsas ideyası var orada, neçə suallar verilir və onu tam dəqiq biz bilməliyik. Многие люди любят ходить в гости. Yəni, çox insanlar qonaq getməyi sevir. Ходить в гости можно по-разному. Deyir ki, qonaq getmək müxtəlif cür ola bilər. Одного человека хозяева будут рады видеть у себя, и поэтому часто будут приглашать в гости. Другого никогда не захотят больше приглашать к себе. Yəni deyir ki, biri var ki, ev sahibləri onu öz yanlarında belə deyək də görməyə sevinir və buna görə də tez-tez onu qonaq dəvət edir. Amma eləsi var ki, bir daha heç vaxt məsələn öz evlərinə dəvət etməyə istəmirlər. Для того, чтобы быть хорошим гостем, надо знать и помнить правила хорошего тона. Deyir ki, yaxşı qonaq olmaq üçün yaxşı ədəb qaydalarını bilmək və xatırlamaq lazımdır. Если вас пригласили в гости, то дайте хозяевам точный ответ. Приедете вы или не сможете? Əgər sizi qonaq dəvət ediblərsə, onda ev sahiblərinə dəqiq cavab verin. Gələcəksiniz, yoxsa gələ bilməyəcəksiniz. Люди планируют свой день и рассчитывают на определенное количество гостей. Yəni deyir ki, İnsanlar günlərini planlayırlar və müəyyən sayda qonağı hesablayırlar. Yəni, nə mənada hesablayırlar? Yəni, bilirlər ki, məsələn, 10 nəfər gəlirsə, 10 nəfərə yemək pişirirlər də, belə deyək. Ona görə də, deməli, biz kimi çağırıbsa, onlar gedir. Və deyir ki, не стоит приходить в гости без приглашения. Yəni, qonaq getmək, yəni dəvətsiz qonaq getmək, yəni olmaz. Если вы хотите взять в гости еще кого-то, то обязательно спросите у хозяев, удобно ли это им. Yəni deyir ki, əgər qonaq gətirmək istəyirsənsə, özünüzdən başqa, yəni kimisə götürün, onda onu da mütləq ev sahibinə deməlisiniz. Yəni sizin necə olacaq sizin üçün, yəni rahatdırmı, əlverişdirmi sizə də belə deyək də, yəni. Çünki məsələn 10 nəfərə hazırlanıbsa, yəni kimsə gətirir bir dostun, o birisi bir dostun, yəni o hamısı deyilməlidir, yəni. Дальше. Старайтесь приезжать в гости вовремя. Qonaq gəlməyə vaxtında çalışın. Нельзя приезжать раньше времени, но и опаздывать более чем на 30 минут тоже не стоит. Deyir ki, yəni vaxtında tez gəlmək olmaz, vaxtından yəni, amma 30 dəqiqədən çox gecikmək də doğru deyil, yəni. Если вы задерживаетесь, то обязательно надо позвонить и сообщить об этом хозяевам. Əgər gecikirsinizsə, əlbəttə ki, onda zəng edib və ev sahiblərinə siz deməlisiniz, yəni bunu. Дальше. По традиции в гости принято ходить с подарками. Yəni, ənənəyə görə qonaq gedərkən hədiyyə götürmək adətdir də, düzdürmü? Таким образом, вы выражаете свою признательность и благодарность за гостеприимство. Deyir ki, bu beləliklə siz qonaqpərvərliyə görə öz minnətdarlığınızı və təşəkkürünüzü bildirirsiniz. Дальше. Дарить можно конфеты, цветы, сувениры. Deyir ki, konfet, çiçək, suvenir hədiyyə edə bilərsiniz. В компании надо общаться, а не сидеть молча. Yəni deyir ki, gəldiyiniz yerə, yəni cəmiyyətdə danışmaq lazımdır. Susub oturmamaq, yəni o уже düzgün deyil. Ведь гости ходят для того, чтобы отдохнуть, общаться за чашкой чая или кофе. Deyir ki, biz deyir ki, axı qonaq gedirik ki, məsələn bir fincan çay ya da kofe ilə içib söhbət etmək üçün gedirik də, belə deyək. Поэтому нужно знакомиться, беседовать, участвовать в играх, веселиться. Ona görə də deyir ki, belə deyək, tanış olmaq, söhbət etmək, oyunlara iştirak etmək, əylənmək lazımdır. Уходя, обязательно поблагодарите хозяев за гостеприимство. Və deyir ki, gedərkən mütləq ev sahiblərinə qonaqpərvərliyə görə təşəkkür etməlisiniz.
Və indi əsas ideya. Укажите основную мысль tекsta. Əsas ideyamız nədən ibarətdir? Əlbəttə ki, ədəb qaydalarından da biz onu bilməliyik və ədəb qaydaları yazılıb ki, nə etməliyik də? Əsas ideya budur. Əlbəttə ki, правила хорошего тона надо знать всем, кто любит ходить в гости. Belə. 2-də какое утверждение не соответствует содержанию текста? Mətnə uyğun olmayan deyir. Hansı mətnə uyğun deyil? Gəlin baxaq. Deməli, yazıb ki, в гости ходят, чтобы отдохнуть и пообщаться. Bəli. İnsanlar istirahət etmək üçün, ünsiyyət qurmaq üçün qonaq gedirlər. Düzdür. В гости можно ходить с цветами, конфетами, сувенирами. Qonaq gedəndə əlbəttə çiçəklərlə, şirniyyat, suvenirlərlə gedirik. Düzdürmü? Nельзя приезжать в гости раньше времени. Yəni, əvvəlcədən qonaq gələ bilməzik də, yəni tez. Дальше. Большинство людей не любит ходить в гости. Deyir ki, belə deyir, əksər, yəni çoxları deyir, qonaq getməyi, yəni xoşlamır. Halbuki biz bilirik ki, burada yazılıb ki, многие люди любят ходить в гости. Yəni, çox insan xoşlayır həqiqətən də qonaq getməyi. Ona görə də biz D variant, çünki burada уже uyğun deyil. Есть такие люди, которые хозяева не захотят приглашать снова в гости. Yəni, elə bəzi insanlar var ki, məsələn, ev sahibləri onları yenidən qonaq çağırmaq istəmirlər. Əlbəttə, bu düzdür. Дальше, 3. Дополните предложение информации из текста. Если у вас есть желание пойти в гости с друзьями, то deyir ki, sizin, belə deyək də, bir qonaq gedərkən dostunu da yanında aparmaq istəyirsinsə, onda nə etməlisən deyə biz də mətnə görə bilirik ki, если вы хотите взять в гости еще кого-то, то обязательно спросите у хозяев, удобно ли это им. Düzdürmü? Yəni, надо sпросить, yəni icazə almalıyıq biz. Özümüzlə kimisə gətiririksə, əlbəttə ki, надо спросить разрешение у хозяев. Deyə D variantı burada seçirik. 4. Определите правильный ответ на вопрос. Почему некоторых людей часто зовут в гости? Burada deyir ki, niyə bəzi insanları tez-tez qonaq dəvət edirlər? Nəyə görə? Çünki biz bilirik ki, onları, məsələn, görməyi, belə deyək də, xoş duyurlar ondan söhbət eləmək, yəni ədəb qaydalarına uyğun olaraq özün aparan qonaqlarda da belə deyək də. Ona görə də потому что их рады видеть у себя хозяева. Ona görə də их часто tez-tez çağırırlar. 5. Дополните предложение информации из текста, заменив в ответе не менее 2 слов. Deməli, 2 söz dəyişərək, burada belə deyək də, əvəz edərək cümləni tamamlamalıyıq biz. Qonaqların əhatəsində в компании гостям, в компании гостям, gəlin baxaq birinci burada, надо общаться, а не sидеть молча, да? Burada necə deyən, gərək nüsiyyətdə olasan, susmamalısan da, yəni oturub nəyə susursan, gəlmisənsə danışmaq lazımdır. Və məsələn, bizdə в компании гостям, например, dedik 2 sözdə, yəni gəlin bu şəkildə yazım. Так, в компании гостям, и нужно заменить, да, например, если здесь написано надо общаться, а не сидеть молча, biz də yaza bilərik ki, компании гостям нужно разговаривать, например, или беседовать. Нужно разговаривать. Так. Или беседовать, məsələn də, sinonim sözləri tapsanız, уже yaxşı olar. Və здесь написано сидеть молча, да, susmaq, yəni biz də yazaq ki, а не сидеть тихо. А не sидеть тихо. Bu şəkildə, məsələn, biz yaza bilərik bunu. 5-də. В компании гостям нужно или беседовать, или разговаривать, а не сидеть тихо. Deyə bax, bu şəkildə də yaza bilərsiniz. Так.
Dальше 6'da ответьте на вопрос. Burada da sual verilibdi. Ve deyir ki, tak, bunu koymuram. Так. Ответьте на вопрос, выразив свое мнение не менее чем в 3 предложениях. Nравится ли вам ходить в гости и почему? Deməli, deyir ki, fikrinizi ən azı 3 cümlə ilə ifadə edərək suala cavab verin. Gəzməyi, yəni xoşlayırsınız və niyə? Gəzməyi yox, qonaq getməyi də, qonaq getməyi və nəyə görə? Və bunu da öz fikirlərimizi yazmalıyıq. Heç olmasa 3 cümlədə də, в 3 предложениях deyə. Gəlin onu da yazaq. Ve mesela bu şekilde yazabilirim. Мне нравится ходить в гости к родным и друзьям. Больше всего я люблю бывать у бабушки, дедушки. Когда я приезжаю к ним, они всегда радуются. Bak bu şekilde yazabilirik mesela. Özünüzden yani mən nümunə göstərirəm. Siz də özünüz bax bu şekilde öz sözlərindən yazabilirsiniz. Дальше. Выпишите из третьего абзаца текста слово слово, которое означает то, что перешло от одного поколения к другому. Deməli, mətndən biz bir nəsildən digər ötürülən şeydə, bir nəsildən bir nəsilə, 3-cü abzatsda deməli, tak, sözü seçməliyik. То, что перешло от одного поколения к другому, nəsildən nəsilə keçən nədir? Tradisiya, ədət-ənənə. Правильно? Так. Традиция diye bu şekilde yazaq bura. Традиция. Напишите из третьего абзаца текста синоним слова разговаривать. Разговаривать. Deyiriksə третий. Так. Абзацта biz bilirik разговаривать, общаться, беседовать, да? Так. Надо общаться. Поэтому законим. Беседовать. Беседовать-то я общаться, беседовать. Беседовать я забелерсіңіз. Беседовать. Разговаривать, danışmaq. Bu şekilde. Belə uşaqlar, sağ olun. Görüşərik.